Ne verirlər Qasako, ben razıyım. 10 manat, az pul değil 10 manata. Sen arkadaş kart limiti koyulandan ne pis düşmüyorsun sen kurbanım ama. 10 manat az pul değil. Şeyime de story'e de Sako 10 bin, 15 bin ama birden olur nəsə bir global şey olanda bir 30 bin adam baxır. Ama belə stabil bir 15 bin baxır. Bildim. Her gün ben sana 10 manat veririm, ben paylaş da. Her gün 10 manat ben sana veririm, ben paylaş. Yaxşı. Problem yoktur. Her gün 10 manat sana vereceğim. Koy bütün gün istoryanı ben fırlanım. O az daha aşağılığına gayrım. Kasıb adamım. Neyim? Hə, gör nə deyirəm. Oradan da Qəbələyə gedərik. Qəbələdən indi əlavə reklam da çıxarsa özüm danışacağam. Hə, Emin işləyir. Hansı Emindir? Eci xanım Sevə xanımın oğlu Emin. Hə, onunla da düşmüşəm də getdi Allah bilə opsində beynini yedi, neynədi. Axır vaxtda fikir vermişəm, yaman sifət edir mənə. Ha, bilmirəm. Sənin canlı yayımını gözləyirəm bu canlı yayımdan sonra. O gün xəbərin olmadı, qoşulmuşam. Bir sifətlə ikisi də məndən danışdı. Dedim, mən nə olub? Nə problemimiz var mən? Yox, heç səndə nə problem olacaq? Prosto yorğunum. Tutdum söhbəti. Sonra bir iki gün bundan qabaq partladı. Gördüm ki, halbuki vaxtı ikən, yox, mən sən xeytrin istəyirəm. Belə edənlər indi mənə sifət edir. Neysə. Emin, mən bu canlıdan sonra sənin canlı yayımını gözləyirəm. Bax, sən qalxız misafirə. Qalxız üzbözsün. Mən sənin çıxışını gözləyirəm. Elə üstümə şir atmağını demirəm. Üstümə şir attı sən o. Sifariş. Emin. Daha ne desen onu inanmaram. Ayak Kur'an'dan olsun zarafat eləmirəm. Çıxart misafirə denən yalan demişsən, Sadiq. Denən yalan demişsən. Görsən Emir manipulyasiya eləyib cəmaatı salırlar sənin üstünə. Görsən. Mən yalan danışmıram. Nə var onu deyirəm. Görsən. Mən nə var o? Mən düzün danışanam. Sizin bir şeyiniz yaxşıdır ki, bir-birinizə paxıllıq eləsəz də, bir-birinizin dalıyla danışsaz belə, axır momentdə ayağa vermirsiniz. Bax, sizin quru qodur. Yo, mən gözləyirəm onun çıxışını bugün. Çox belə ittihamlar olmaz. Xalqı sən milləti tamam bir ayağa vermirsiniz. Belə şeyiniz var amma, xoşuma gəlir. Nəsə axır vaxtlar mənə yaman sifət edirlər. Nə bilim, daha bilmirəm. Yeməyimiz doydu, düşkə gedək yeyək, əlini zadını yu. Gələndə vurarsan. Matdır da, biraz matdır, parlaq deyil. Nə bilim, parlaq olsa, bir dəfə də gələcəkdə üstündən parlaq alarım, vurar. Halal olsun o qadına sənə. Çünki ikinci üzü tez qutaracaq. Birinci üzü yaxşı getmir. Çətindir. İkinci üzünü üstünə varaqmış, üstündən qəşək gedəcək. Bir dəfə də bu ürəkdən matalarsan, vurarıq. Yox, matdır, parlaq alaram bir dəfə. Parlağı yer saçdım. Parlaq alasın bu ürəkdən. Onun içinin zəhrisi var. O zəhridən alarsın alanda. Yay qutarana yaxın. Bu nədir ay Timan, nağar mısan? Raşotkamızı kraskalayırıq, rəngini dəyişirik. Bir də o qırağının ağlaylarının rəngini dəyişəcəyik. O nə rəngdir? O deyil, ağla rəngi. Şabalt olsa daha gözəl olardı. Qıraqları. Niyə şabalt eləməli? Nə bilim, davarımız da müsəyəm sonra görə. Deyiş nədə? Onda bax, gör nə deyirəm. Bugün 4-cü gündür, 5-ci gün. Gün 5 olmalı səhv eləmirəmsə. Neçədir bilmirəm ki. Qadın da 5. Bugün də PK eləm, sabah da eləm, bazar günü mən PK eləmirəm də. Bazar günü çıxıb gələcəm inşallah, sağlıq olsun. Bazar günü mən vuxam. Yox, Aysaq, bazar günü eləmə də. Gəl bunu 6 bazar Bərdədə ol. Neyindir bazar günü gəlirsən?
Bu işim dayanır axı qaqa. Onda Belə də, sən- ya burada pek elə də, nə fərqi var ki? Hə də axşam saat 12-də ilə də. Onda notebook'umu, zadımı hamısını gətirəcəm ha. Gəl burada yataq otağımda keçək. Sən başlayın. Bir dənə evi göstər, studiya quracağam. Orada aparatımı qoşacağam. Hara qoşacağam onu göstər. Bəlkə belə sənin üçün bir dənə də studiya düzüm qoşum. Qayıtda Yox, deyil. mən istəmirəm. Sən öldəynə. Bax, harda bura zaldır, harda qura Yox, bilərsən? mənim mikrofonum zadım var. Mikrofon bilirsən necədir? Gəl sənə göstərim bax. Bir dənə mənə böyük göstərim. Bax, mənə qulaq as. Şəklimi qoy arxanca. Bax, bu stol açılır, getindi olur. Gəl, səyləmə, göstərirəm. Bir dənə böyük bax. Göstər, böyütmə. Qoy göstərim. Bax, görsən qaqa stola şeydir də, belə şey olmalıdır, tin olmalıdır ki. Nə var da, bax, bu stol açılır, elə olur buradakı stol. Başa düşdüm, mikrofonu qoşmaq üçün. İndi qoy sən balacaladım, bax, gör sahərə sərf eləyir. Bax, bu stol var, buradakı bu jurnalli stol. O çox balacadır, yerdə uzanıb qışqırır. Şeylərim qırılsın, bu bilirsən nə stoldur? Ana çox balacadır, ay Tima. Jurnalni stol kimi bir şeydir o. Bu bəs deyilsə? Hə. Belə oturacaq da var, o oturacağı. Hə, var. Ya biraz ona çatan olsun da, yerdə oturmayım. Ay nə qəşəngdir bu. Bax, burada qəşəng oturarsan. Hə, divanda elə, divanda. Divanın arxası nədir? Divara baxın. Divanın arxasına şəklimi qoyarsan da başının üstünə bura. Həmən günü dəstəkçilər üzmə tüpürəcək. Onda bu izlə eləyərsən. Pərdə var, pərdəni çəkərib belə. Sonra, nə bilim, deyə burada, bax, bura bax. Deyə bax, bura studiya qura bilərsən, bax. Bura, kondisionerin altına. Yox, ev sərindir səndə onsuz da. Gəlin qalım, axşamlar PK-mı studiyada eləyəcəm, belə söylüyorum. Mənə bir dənə axşam studiya lazımdır. Gəl canım, gəl. Gəlmişkən səni düzüb qoşa bilərəm studiyada. Bax, deyim bir. Yox, mən istəmirəm. Deyə burada da pek studiya eləyə bilərsən. Yox, elə o stol bombaydı sən o. Deyə burada da eləyə bilərsən, bax, burada. Hə. Deyə bax, orada şey var, bir dənə, o, deyə pufik, deyə bax, stol kimi, deyə bunu götür gəl. Deyə divan bölümdə. LED işıq var, böyük. LED işığı mənə 3 dənədir. Yox, böyükdə bir üzə işıq vursun da, bir Hə, dana belə yekə işıq varımdır. Yox, onda gəlirəm. Gəl. Gəlin bir 3 gün qala, axşamlardır da, axşamlar. Amma elə ki, altı bazarı biz gedib istirahət edə bilək də, mənə hara pul qazanır, çoxlu apar məni. Qapını örtüsün. Hədə qazancım olsun, sən öyle aparacam sən, hara istəsən aparacam. Teşekkür ederim. Heç də bugün onda yola verim, sabah gəlim, çıxım tezdən gəlim. Gəl. Gəlim, hər axşam studiyada orada qoşum, o studiyamı qoşacam. Nə lazımdır? 2 dənə notebookumu gətirirəm, bir də mikrofondan aparatı gətirirəm. Elə çox şey damba durum gətirmirəm. 2 dənə notebookumu gətirəcəm. Bir dənə də mikrofonla o mik şey gətirirəm, balaca şeydir. Arxa fon olmasa da olar, amma səsim zadım bildiyində mahnılarla zadla, çünki axşam PK lazımdır o mənə. İminavoy oyunlara lazımdır. Sonra gündəlik də belə yayını belə də açmaq olur. Nə olsa, əsas 12-də şey eləyirəm, studiyada. Gəlim onda, yaxşı. Amma mən sənə bir dənə fikir əsasın ki, mən sənə pul xərcləyəcəm, mən sənə pul xərcləyəməm. Yox da, daha gördüm də. Soğuza baxım, görüm nə qəşəngləmirsən sən o. Çünki mənim sənə, bax Sako, bax anamın tək canına and olsun imkanım yoxdur, bax deyim biləsən. Bax anamın canından içirəm. Sən nə qazansan mən eləyəcəm. Evin bazarlığıca hamısını mən eləyəcəm. Allah. Özün bilirsən ki, mənim pulum olanda xərcləyən adamam. Qurandan da olsun imkanım yoxdur. Ölməmişəm. Bir gün məndə olar, bir gün səndə. Problem yoxdur. Nə qəşəngləmirsən ha onu? Mən qəşəng yemək düşürəm. Sən bununla əladır. Evdə manqal var, manqal? Varımdır. Varındır. Qəşəng özümüz üçün kebab da çəkərik. Mən kebab çəkə bilməm. Ət oradan alarıq da onda. Ən gözəl ətlər Bərdədə olur. Hədə ya dayı, mən durub yoldan gəlib ət şey deyəsi də izad edirəm. Problem Gedirsin başlayalım.
Hə? Bu bir kaldı Lan o rəsmi. ne yersin, ne giyirsin? Ya inşallah bu gün gedə bilmərəm də, gecdir. 13-17 zat. Biraz üstümdə pulum olsun da, qoy biraz da bu şeyliyim. Üstümdə pulum olsun. Pulum yoxdur elə. Qoy axşam bu gün yaxşı olsa işim. Sən öz səhər tezdən gələcəm Tima. Əli boş ora gəlməyin adı yoxdur. Mümkün deyil. Mən ora gəlməmsə səndə də pul yoxdur. Bir qəşəng pulla gəlməliyəm. Bir ölçü 400-500 manatla gəlməliyəm. Ölçü ya 400-500. Çünki sən bir qəpik şey eləmirsən, orada bazarlıq elə. Bir ürəyin nəsə istəyər də, bir adamın üstündə pul olsun. 400-500 lazımdır. Allah'ım. Duyum. Tamam. Kola zad var. He, koladan narahat olma. Yox, indi kola. Bu nədir? 2 nəfərə 10-15 kola. Sako özüm yarım litr alıram. 1 litr 2 litr kolanı hem içə bilmirəm, qalır orada. Hem də ki qazı tez qaçır o kolaların. 300 bəsdir. Yox, 300 azdır uşaqlar. Taksi ilə Yox, gəl. pulsuz adı var. Ay, yox, 300 çox azdır. Mən elə ora rahat elə 350-400 ilə girməliyəm. Girişim ha. Yolu çıxıram. Hə, Tima, Allah haqqı gedəcək pul. Bir günə gedəcək pul. Yol pulu zat çox çıxacaq uşaqlar. Yol pulu neçəyə gətirir? 100 manat aparır mən Bakıya. Kim? Taksiyə. Ay, yox, 100 manat olmaz. Daha o qədər də olmaz. Gözləyirəm mən Bakıya gedirəm. Təkcə cənə gitməyə 100 manat. Taksi şoferin olurdu. Ona görə 100 manat verirsən. Ora bura çox gedir. Hardasa 30 manat çox qalır. Mətləb, inan Allaha mətləb, bir dənə indi şir atsam bu dəqiqə çıxıb get. Deyən görür, mətləb bir dənə şir atsa, bu dəqiqə çıxıb gələrəm. Allah mətləbə o qədər ruzu versin ki, desin get. Bərdəyə mətləb. Sən nə var ki mətləb, bir də gördün sifariş verdi mətləb şiri nərildətdi. Allah. Bax, nərildədiyi an şalvarımı zadımı giyinirəm, canlı taksi tuturam gəlirəm bu şey. Yox, ay Sako, elə bir şir gəlsə, yol pulunu eləyərsən, xərclik pulunu da burada PK-dan qazanarsan da. Hə də bax, bu dəqiqə Allah hamd olsun, mətləb şiri atsın. Bax, and ol Allaha bu dəqiqə çıxıram. Qız kimdir? Qız fəhlədir uşaq. Fəhlə deyəndə usta, fəhlə nədir? Ustadır, sıvaq vurur. Xanımdır, qız deyil. Xanımın 44 yaşı var. Rüya! 30k olsun qaqa eləyirəm. Qaldı 28k. Mətləb bir də gördün atdı ya. Allaha and olsun Timat. Çox ürəkdən. Ay, mən sevinirəm, burada fəaliyyətlər mənə qalır. Hə, qalsın da halal boşun. Boş şeydir. Görək mətləb kimsə bir dənə şir atsa sən o Tima gəlirəm. Quran and olsun. 28k lazımdır. Ay uşaqlar, mənə atmadı, Sakoya at da oradan 1 manatda mənə qaldı. Atar ürəklidir mətləb. Bilirəm də, indi prosto bilmirəm mətləb. Mətləbi bir dənə misafirə qalxız da. Atsın üstə bilmirəm. Adı nədir? Mətləb 44 ilə başlamalıdır. Yazmışdı ki, hara gedirsən? İtdi, 5200 adamın içində mətləbi tapmaq olar. Bu görüm. 99 plus istek var. İnan Allaha, rüyamın bu dəqiqə istəsəydi, rüyam Yox, indi... daha Sako istekdə. Yoxdur. Atmaq istəsə atacaq. Qoşulmaq istəsə güldən atsın, deyik, yox qoşul. Ya, qaşınmır. Yəqin indi biraz o deyil də, yoxsa eləyərdi. O insan var ha, o da çox ürəyi təmiz, ürəyi açıqdır. Bu dəqiqə gedə... Bu dəqiqə minib taksiyə gəlirdim. Deyə alınmadı, bir yox. Hey, alın.
olsa amma Allah haqqı gələrdim. Əli boş gəlməzdim də, biraz da üstümü mən düzəldərdim, gələrdim. Karabela, hə, Karabela olsa Karabela da söz verib mənə şir. Karabela da gəlsə ata bilər. Vüqar şir atdı. O şir deyil, pişikdir. Amma əslində bala yığmaq olar ha. İndi biri bir dənə bala pişik atsa, biri nə bilim bir dənə də balina atsa, az qalır da gəlib çatmaq olar. O balina atan qız kimi də oliqarx qızıydı. Röyamdır da, Röyam oliqarx qızdır. Sən o salonu var, altında Range Rover var, özü də kukla kimi qızdır. Sən o. Ne oldu gəlsin də? O gedir axı, yol çıxır o. Miko 26K qalıb, sən öl. 26K da gəlsə, Allaha and olsun gəlirəm. Bax, Tima, yalan deyə Allah lənət eləsin. Gəlirəm sən öl. Bax, 26K qalıb. 26K. Miko sənin güclü dəstəkçində. Kim? Miko. Miko mənim dəstəkçim deyil, Miko mənim qardaşımdır. Qardaşın deyil, amma sizə güclü atanı da. Heç o güclü atmadı, o elə bir xarakteri var ki, mən o dəhşət çox istəyirəm. Deyil, Nərmin xanım deyir ki, gələndə madədənən, Foresta Mebeldən. Orada Vallahi deyil, yazı ora. və reklam edirəm, biraz bizə pul versin də üstümüzdə pul olsun. Verər, ürəkli adamdır, verər. Ona deyil, yetimlər də var. Yetimlərdən də bir dənə balina gəlsə var ha. Yetimlər də oliqarxda 32 levellər. Tanıyıram onu. O düzdür, biraz zəhləsi gedirdi bir ara məndən. Amma axırda gördü ki, bu insanın ziyanı yoxdur da. Nəsə sonra elədi. Yetimlər də bir dənə nəsə eləsə, qalır 24K, 23K. Görək də. Nə qalıb? 25K qalıb demək olar. Sən öl. Ata bilərlər, Quran haqqı zarafat eləmirəm. Şeydir ya, oliqarxlar var. Allah hamd olsun zarafat eləmirəm. Hiss eləyirəm nəsə olacaq.